Azərbaycanın əfsanəvi vokalisti və ictimai xadim Rəşid Behbudovun müəmmalı ölümündən bugün 25 il ötür. Hamı Rəşid Behbudovun ölməzlik qazanan sənətkarlardan olduğunu düşünsə də ailəsi başqa fikirdədir. Behbudovlar onun unudulmasından gileylənir. Əslində Rəşid Behbudov sağlığında qiymətini alan sənətkardır. Məncə bu fikrin nə təkzibə, nə müzakirəyə ehtiyacı var. O dünyanı qarış-qarış gəzən bir-iki xoşbəxt müğənnilərimizdən idi. Hansı ki onların xarici səfərləri sözün əsl mənasında sensasiyaya səbəb olurdu. Məsələn danışırdılar ki, hətta Hindistanda Rəşid Behbudovu oxutturmaq üçün cəmaat onun getdiyi qatarı saxlatdırmalı olub. Cavahirlər Nehru banketdə deyir ki, Rəşid Behbudov Azərbaycanlı deyil, o Hindlidir. Bu böyük sözdür ya. Rəşid müəllim də indi çılğınlaşıyor, mən Azərbaycandan gəlmişəm, Azərbaycanlı deyir, düzdür, sən Azərbaycanlısan. Ancaq sən Hind mahnısını Hindlidən yaxşı oxuyursan. Bu bilirsiniz nə deməkdir? Elə 70 il adını sevə-sevə xatırladığımız Stepan Şaumyanın da Hindistanda qocalıb öldüyünü Rəşid Behbudov deyilənlərə görə Hindistanda eşitmişdi. Eşitdiyimizə görə bu bunu çəkdirir, bunu SFKP-yə, Mərkəzi Komitəyə təqdim edir. Maraqlıdır ki, Rəşid Behbudovun ölümü də 1989-cu il Qarabağ münaqişəsinin təzəcə qızışdığı vaxtlara təsadüf edir və onun hansısa kasetin badına getdiyi haqqında söz-söhbətlər dolaşır. Üstəgəl o, Mikhail Gorbaçovla da baş-başa gəlmişdi. Bunu Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım belə xatırlayır. Rəşid deyib ki, bu sizin tanklardır. Niyə sülh şəraitində sülhü təbliğ edən bir teatrın yanında tanklar durmalıdır? Belə olmaz. Rəşid nə dedi ki, istedim ki, 3 dəfə bu məsələni həll etmək lazımdır, yoxsa qan tökülə bilər sözlərindən Gorbaçovun xoşu gəlmədi. Və Rəşid mənə baxıb dedi ki, ay arvad, məni aradan götürəcəklər. Onu doğrudan da aradan götürdülər, yoxsa xəstəlikdən dünyasını dəyişdi. Bunu bugün deyə bilməyəcəyik. Çünki həmin günlərdə Rəşid Behbudovun böyrəklərində problem ciddiləşmişdi və xalq artistinin yaşı da təbii ki, öz sözünü deyirdi. Amma sağlığında dünyaca məşhur olan bu adam ölümü ilə sanki unuduldu. Onun qəbrüstü abidəsi düz 9 il sonra hazırlandı. Ailəsi isə Rəşid Behbudova biganə münasibətin bu gün də davam etdiyi qənaətindədir. Например, несколько лет тому назад, когда было 95-летие. Məsələn, bir neçə il əvvəl Rəşid Behbudovun 95 illiyini də heç kim anmadı. Bilirsiniz, mən o vaxt təmkinlə sustum, acığımdan sustum və gözlədim. Gözlədim ki, bu dəqiqə kimsə zəng edəcək. Kimsə deyəcək ki, gözəl bir konsert keçirəcək. Rəşid Behbudovun xatirəsini hansısa bir tədbirlə anacaq. Будет проведено какое-то красивое мероприятие. Mədəniyyət və Turizm Nazirliyində isə əksini düşünürlər və deyirlər ki, gələn il Rəşid Behbudovun 100 yaşı Azərbaycanda geniş qeyd olunacaq. Rəşid Behbudov SSR kimi nəhəng bir imperiyanın təkcə xalq artisti deyildi, həm də SSR Ali Sovetinin deputatıydı. Yəni, bu dövlətin siyasi həyatına da nüfuz edirdi. Amma istənilən halda onun fəaliyyəti Azərbaycanın nüfuzunun yüksəlməsinə hesablanmışdı. O balaca boyu ilə çox böyük işlər gördü. Bizim görməli olduğumuz iş isə onun adını və xatirəsini uca tutmaq, o biri dünyada da onu yalqız qoymamaqdır. Rəşid Behbudovun məzarını ailəsindən başqa ziyarət edənlərin olmaması hardasa bu dahi müğənninin unudulması fikrini təsdiqləyir.